Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə buraxılış imtahanı 6, yəni keçirdiyimiz sonuncu buraxılış imtahanının qrammatika suallarının izahını verəcəm. Vaxt itirmədən izaha nəzər salaq. Birinci sualdan başlayaq. Buxovlamaq sözünün fonetik təhlilinə əsasən düzgün yerləşmələri müəyyən edin. Buxovlamaq sözünün fonetik təhlili istəyirsə, doğrudan doğrunu, düzgün istəyirsə, doğrudan doğrunu, yanlışdan yanlışı seçməliyik. Buxovlamaq sözünün tələffüzü necə olacaq? Buxovlamaq. Bu formada olacaq. Yazısı və deyişi fərqlənir. Doğrudur, doğrunun altındadır, biri götürəcəyik. İki məqamda səs dəyişməsi hadisəsi baş verir. Xeyr, bir məqamdadır. Gördüyümüz kimi qı sonda xıya çevrilir. Başqa heç bir dəyişim olmur. Deməli, bu yanlışdır. Səs uzanmasına səbəb səs düşümüdür. Burada axı gördüyümüz kimi tələffüzdə mən səs uzanmasını qeyd etməmişəm. Bu sözdə səs uzanması yoxdur. Ona görə bu yanlış fikirdir. Yanlışın altında 3-ü götürəcəyik. Söz cingilti samitlə başlayıb karla bitir. Bu doğrudur. Bu ilə başlayır cingiltidir. X ilə tələffüzə baxacağıq da. X ilə də bitir kardır. Yəni bu düzgündür. Yanlışın altında yazılmamalıdır. Bu da çıxdı. Doğru cavab 1-3 Y variantı. Hansı cümlələr yiyəlik hallı isimlə başlayır deyir. Buradan biz çıxacağıq, sənin ifadəsini çıxacağıq. Çünki sən, ümumiyyətlə, kənardan baxdıqda bu suala görürük ki, bütün variantların hamısı, yəni birinci cümlədə, ikinci cümlədə, üçüncü cümlədə, 4-də, 5-də hamısı yiyəlik halından başlayır. İndi gəlin bu tipli suallarda şərtə bir də oxuyun. Deyir ki, yiyəlik halı isimlə. Baxaq, bizimkilərin. Biz bilirik ki, Q-dan əvvəl, Q əgər birbaşa kökə qoşulubsa o sifətdir. Amma Q-dan əvvəl qrammatik şəkilçi varsa o isimdir. Biz sözün köküdür. Bizim deməli qrammatikdir. Yəni yiyəlik hallı şəkilçisi biz bilirik ki, mən və biz əvəzlərinə qoşulan im yiyəlik hallı şəkilçisi. 2 qrammatik, leksik şəkilçi olacaq burada və isim yaradacaq. Lər indi heç. Deməli burada isimdir bu. Biri götürəcəyik. Qarı. Qarının istədiyi nəvəsinə toy etmək idi. Evdəki daki-dəkini çıxacaq. Çünki daki-dəkinin qoşulduğu sözlər sifət olacaq. Çıxdı. Sən də əvəzli idi. Çıxdı. 3 ilə 4-ü çıxanda cavab qalır 1, 2 və 5. Kəndli də isimdir. Qarı da isimdir. Amma qoca sözü sifətdir. Əgər burada qocanın olsaydı bunu da götürməyəcəkdik. 3-ə baxaq. 11-cilərin sonuncu tədbirində, 11-cilərin tədbirində ifadə budur. 3-cü növ ismi birləşməsidir. Burada sonuncu sayını müstəqil şəkildə cümlə üzvü götürə bilməyəcəyik. Çünki 3-cü növ təyini söz birləşməsinin daxilindədir. Yazdıq ki, 2 dənə say var. 11-cilərin və sonuncu sözü. Quruluşca bütün növlərdə istifadə olunmuşdur. Sayın nəyi soruşur? Sayın təhlilinə aid. Sayların. 2 dənə say var. Quruluşca deyir, bütün növlərdən istifadə olunur. Axı bütün növ deyil. Son, sonuncu. Sıra sayı var. 11. Düzəlt, mürəkkəb də var. Sadə yoxdur burada. Deməli, biri götürəcəyik. Daha doğrusu götürməyəcəyik. Çünki aid olanlar istəyir. Biri çıxacaq. Mürəkkəbsə ismi xüsusiyyətlərini daşıyır. Bəli, larləri görürük, ini görürük. Yəni ismə məxsus şəkilçiləri qəbul edib. Deməli, ismi xüsusiyyətini daşıyır. 2-ni götürəcəyik. Sayıların hamısı müstəqil cümlə üzvü deyil. Doğrudur. Nəyə görə? Çünki 11-cilərin tədbirində sonuncu sözü ismi birləşmənin daxilindədir. Ona görə ayrılıqda biz onu cümlə üzvü kimi götürə bilmərik. Bu da doğrudur. Sayılardan biri təyin vəzifəsindədir. Burada əslində sonuncu sözünü soruşur bizdən. Sonuncu sözdə sonuncu tədbir. Əgər bu formada olsaydı, hansı tədbir? Sonuncu tədbir. Sifət kimi götürüləcəkdi, təyin kimi götürüləcəkdi cümlə üzvü olaraq. Amma 11-cilərin tədbirində isim birləşməsinin daxilində verildiyi üçün biz onu müstəqil götürməyəcəyik. Ona görə 2-3 doğru cavab B variantı. Uyğunluğu istəyir bizdən. Əvəzlik təyin kimi işlənib, zərflik kimi işlənib, mübtəda kimi işlənib. Aytac həmin kəndə çatandan sonra hansı kəndə? Həmin kəndə. Hansı sual çıxdığına görə təyindir? A. De görüm, hansı sənin tapşırığını etməyib? Hansını yerinə götürək? Kim qoyaq? Kim sənin tapşırığını etməyib? De görüm, Əli sənin tapşırığını etməyib? Və görürsünüz, ancaq mübtəda qoya bilirəm yerinə. Deməli, 2-də mübtədadır. 3 B-yə gedəcək. Qardaşım elə şagirddir ki, necə şagird özünə isim gəldiyinə görə təyin, əvəzlik burada təyin mövqeyində çıxış edəcək C. Biri AC. Biri AC ilə B variantındadır.
Bütün kitablar qutuya yığılmışdı. Qutular da təhvil verilmişdi cümləsindəki feilin hansı zamanda olduğunu və səbəbini izah. Çox asan sualdır. Feillər yığılmışdı və təhvil verilmişdi. Feillərdən biri yığılmışdı, məhsul növdə olan feil, təhvil verilmişdi. Bu da frazeoloji birləşmə ilə ifadə olunub. Xəbərlər. Baxaq indi. Yığılmışdı, təhvil verilmişdi, miş, nəqli keçmiş zamandadır, mış şəkilçisi ilə işlənib. C variantı çox asan sualdır. Dönə-dönə deyirəm, hər dönə-dönə qızaran ət dönər deyil cümləsində işarələnmiş sözlər. İşarələnmiş sözlər dönə-dönə, bu da dönər. Baxaq indi, dönə-dönə deyirəm, nə qədər deyirəm, dönə-dönə deyirəm. Çaşıb burada dönə-dönəni siz ərəklə əvəz eləməyin. Siz nə isə deyəndə dönərək, fırlanaraq demirsiniz ki, yəni dəfələrlə deyirsiniz bu mənada. Nə qədər deyirsiniz? Nə qədər? Baxın, nə qədər sualı çıxır. Nə qədər deyirəm? Dəfələrlə. Deməli, burada nədir? Feili nə qədər sualdır? Zərfdir. Dönə-dönə qızaran, dönərək qızaran. Burada ərəklə əvəz olunur. Deməli, feili bağlamadır. Dönər deyil, dönər də isimdir. Zərf, feili bağlama isim D variantı. Feili sifət tərkibi işlənmiş cümləni müəyyən edək. Feili sifət demir. Feili sifət tərkibi deyil. Əvvəlcə bilin ki, əgər feili sifət zənn etdiyimiz söz və yaxud da feili sifətin şəkilçisinin qoşulduğu söz ol et bilqıllandırsa, o belə deyək də tərkib əmələ gətirməyəcək. Hazır olanlar müsabiqəyə çağırıldılar. Kim? Hazır olanlar. Hə, burada an, ən varsa, 2 dənə də söz varsa, onda bu tərkibdirmi? Xeyr. Ol et bilqıl qoşulduğu sözündən birləşir, bir söz olur. Aydın olduğu biri çıxdıq. Burada mübtəda feili sifətlə ifadə olunur. Feili sifət tərkibi ilə ifadə olunmayıb. Yaxın olan dostum qarşımda olmasın təki. Kim dostum? Hansı dostum? Yaxın olan. Cümləmizin təyini nə ilə ifadə olunub? Feili sifətlə. Hardan bildim? Çünki ol yaxın sözünə birləşib bir söz kimi götürülür, çıxdı. Evdən çıxanda telefonumu götürməmişim. Burada heç ümumiyyətlə yoxdur. Anda əndə feili bağlamanın şəkilçisidir. Kursa qəbul olunanlar sabah dərsə başlayacaq. Başlayacaq. Nəyə başlayacaq dərsə? Nə zaman? Sabah kim? Kursa qəbul olanlar. Bax, qəbul ol et bilqıl burada da var. Digərlərində var. Amma fikir verin. Burada qəbul olanlar bir sözdür. Kursa sözü də ikinci bir sözdür. 2 dənə söz yarandı mı? Tərkib yaranması üçün də nə olmalıdır? 2 və 2-dən artıq müstəqil söz olmamalıdır mı? Bəli, olmalıdır. Ona görə cavabımız D variantı. Y variantı olmaz. Çünki oxuyan şagirdlər birinciliklə qalib oldu. Qalib oldu. Nə tərzdə birinciliklə? Kim şagirdlər? Hansı şagirdlər? Oxuyan şagirdlər. Feili sifət var, amma bizdən feili sifət demir. Feili sifət tərkibi deyir. Burada da feili sifətli çıxdı. Doğru cavab D variantı. 8-ci suala baxaq. Hansı nümunələrdə frazeoloji birləşmə cümlənin baş üzvü yerində işlənir? Yəni, ya frazeoloji birləşmə cümlədə xəbər olmalıdır, ya da mübtəda olmalıdır. İmtahandan çıxanda qaşqabağı yer süpürürdü. Nə edirdi? Qaşqabağı yer süpürürdü. Nə zaman? İmtahandan çıxanda. Qaşqabağı yer süpürürdü. Frazeoloji birləşmədir. Və cümləmizin xəbər mövqeyindir. Biri bir. Ürəyimə yatmayan adamları dostluqdan çıxarıram. Kimi adamları? Hansı adamları? Ürəyimə yatmayan. Cümləmizdə frazeoloji birləşmə işlənib, amma cümlədə təyin mövqeyində işlənib. 2-ni çıxdıq. Uşaqların nəticələri sanki ruhuma oxşayırdı. Nə edirdi? Ruhuma oxşayırdı. Nə? Uşaqların nəticələri. Mübtəda və xəbərdir. Xəbər quruluşsa nədir? Sadədir. Hardan bildim sadədir? Çünki əgər xəbər ancaq frazeoloji birləşmə ilə ifadə olunubsa, frazeoloji birləşmə özünə başqa söz qoşmayıbsa, sadə cümlə üzvüdür. Burada isə mübtəda söz birləşməsi ifadə olunduğuna görə üçüncü növ sadə mürəkkəb götürüləcək. Nəticədə frazeoloji birləşmə ilə ifadə olundu. Xəbər baş üz 1-3. Deyəsən onu da tələyə saldılar. Nə etdilər? Tələyə saldılar. Cümləmizin xəbəridir. Torbasını tikdilər. 2 dənə frazeoloji birləşmə var. İkisi də xəbər mövqeyindədir. 1, 3, 4. B variantı. 9. Qeyri-müəyyən şəxsi cümlələri seçin. Məni tutub yeyəcəklər ha. Onlar yeyəcəklər. Biri nağd götürdük. Tədbirdə hamıdan qabaq onun adamları olmuşlar. Olmuşdu. Kim? Onun adamları. Mübtəda var burada. 2-ni çıxırıq. Sən boyda baxın, olmaq sözünü deyə bilərsiniz ki, ay mənim adamları sözünü nə isə ol et bilqını niyə ayırdı? Çünki burada yaşamaq mənasını verir. Aydın oldu. Sən boyda məsul işçini heç zatdan ötürü vəzifədən götürməzlər. Onlar götürməzlər. 1 və 3.
Valideynin üzünə ağ olanlar əsla bu həyatda uğura nail olmayacaqlar. Düzdür, tərbiyəamiz fikir bəhsi, tərbiyəamiz fikir var burada. Tərbiyə edici fikirlər var burada. Onda mən bunu ümumi şəxsi götürüm. Xeyr, cümlədə mübtəda var axı. Kimlər bu həyatda uğura nail olmayacaqlar? Valideynin üzünə ağ olanlar. Fe'li sifət tərkibi ilə ifadə olunur. Özdə necə fe'li sifət tərkibidir? Əsas tərəfi fe'li, deməli, frazeoloji birləşmə, aslı tərəfi isə isimlə ifadə olunan. Burada artıq frazeoloji birləşmə mürəkkəb, belə deyək də, mürəkkəb cümlə üzvünün tərkibindədir. Çünki frazeoloji birləşmə özünə valideyn ifadəsini qoşub çıxdı. 1 və 3 doğru cavabımız D variantı. Dağların quru fıstıq odunu çartıldadı, qığılcımlar ətrafa saçıldı. Cümləsinin sintaktik təhlil sxemini müəyyənləşdir. Niyə dedi saçıldı? Haraya saçıldı ətrafa? Nə qığılcımlar? Niyə dedi çartıldadı? Nə dağların odunu? Mübtəda, xəbər, tabisi mürəkkəb cümlədir bu arada. Mübtəda, zərflik, xəbər. Mübtəda, xəbər, mübtəda, zərflik, xəbər. Doğru cavabımız C variantı.